Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, gördüyünüz bu yardımlı girişidir. Deməli, mən yardımlı sözünü paylaşanda çoxları yazırdı ki, ya başqa rəylərdə, saytlarda, sosial şəbəkələrdə görəndə bu qara rəng nə üçündür? Fikirləşirlər ki, Cənub bölgəsidir, dinlə bağlı, Cənubi, yəni Azərbaycanla bağlı. Əsasən yardımlı Oğuz yurdlarla, Türk yurdlarla, Türk kökənli olduğu üçün təmiz Oğuz dili bizim dildir. Bunu kimsə hansı formada yozur, nə məqsədlə onu deyəmərəm, amma bu ağ rəng, yəni mərmər rəng, başı qarlı dağlar deməkdir. Qara rəng, döyüşən, cəsur və sadiqlik rəmzidir. Yəni qar əriyəndən sonra boz dağlar deyilir də bu formaya. Yəni gördüyünüz kimi bunun da sirri mənası budur. Görürsünüz nə gözəl təbiət yaşıllaşır. Təbiət sevin, təbiəti qoruyun. Dünya ekologiyası, bütün dünyanın, dünya ölkələrində olan ağaclar dünya ekologiyasıdır. Bu da görürsünüz nə gözəl elimiz, təbiətimiz.